Məktəbə gələndə bıçaq gətirmişdi üstündə və uşaqlar bunu görüb. Evdə xadiməsi olan biri sosial media üzərindən özünü ideal ana göstərir. Halbuki bunun yeməyini, çayını, suyunu başqa insan. Yəni bir insan əgər bir anlıq ayılırsa ki, mən məsələn balaca bir uşaqla bağlı xəyalımda nəsə varsa, mütləq psixiatra getsin. Baxın, psixoloq yox, birinci psixiatra getsin. Çünki o başa düşsün ki, onda normal getməyən nəsə var. Qonşu Türkiyədə seriallar çəkilir. Ölüm, qadına şiddət. Görürsünüzmü nə qədər qadına şiddət artır? Görürsünüzmü həyat hekayələri necə bərbad vəziyyətə düşür. Hansı yeniyetmə tanıyırsınız ki, otursun 20-30 dəqiqə ata ilə nəsə müzakirə eləsin. Gündəlik həyatı, cəmiyyəti, nəyi? Çox az olar da gəlin etiraf eləyək. Biz çox gözəl ana atayıq deyə uşağa hər şeyə hazır verəndə, o yeniyetməlikdə hormonal təsirlərdən ümumiyyətlə gözləmək istəməyəcək. Yetişkinlik dövründə də belə hər şey keçişdirəcək. Gördə alınmır, yarı buraxacaq, motivasiyadan düşəcək. Azərbaycan uşağına bütün terapilərdə uzun müddət seansların başlanğıcında gözləmə bacarığını formalaşdırmağı öyrəşirik ki, sən gözlə, hələ mənim sıramdır. Mən gözləyim, hələ ki sənin sıran. Uşaq dilənir ki, mənə telefonu ver. 3 dəqiqədən sonra valideyn də mən dözə bilmirəm, verirəm. Baxın, burada uşağın günahı nədir? Uşaq zaten istədiyini əldə etmək üçün o limitinə qədər qalxacaq. Sən istəyirsən ki, güvənli bir yer tapım, gedim küncümə girim, alım telefonumu əlinə və bir də ayılırsan ki, 3 saat keçib mən nəyə baxırdım bayaqdan? Öz valideynlərinin öz uşaqlarına etdiyi pisliklər haqqında danışsam, şok olarsınız. Hansı valideyn ki, uşağına mən sənə demişdim deyir, qarşıdakı insan başa düşür ki, o mən heç vaxt başa düşməyəcək. Bu təkcə uşağa yox, bu qarşı cinsə də, işə də və yaxud da yer bir yer. TikTokda bir xanım, əlini başına vurur, qulağını vurur, nə edir? Məsələn, bizim üçün şey gələcək ki, normaldır. Uşaq üçün çox gülməli gələcək. Ona təzədən baxacaq, ona təzədən baxacaq. Sonra nə olacaq? Onu qəbullanacaq, onu davranışında mənimsəyəcək. Ona görə də məsələn, valideynlər uşaqlarına məhdudiyyətlər qoymalıdırlar. Azərbaycanda valideynlərin elədiyi ən böyük səhv onların qorxularıdır. Uşağa söz haqqı verərəm, sabah üzümə durar, uşağa filan şey verərəm. Bu atanın, bu ananın uşağını ötürdüyü tərbiyəni o verib də nənə baba və şərait, həyat tərzi. Bu da bugün bilmir nə etsin. Valideynlə çatışan yeniyetmə valideynin o təzyiqini bir müddət dözəcək. Ayaq açana kimi nə mənada? Yəni evdən çıxma imkanı və gücü olana qədər təzyiq altında qalacaq, sonra çıxıb gedəcək.